göndərmirlər, bu mesajımı oxuyurlar da, ən azından yazsınlar. Buraya yaza bilmirlər, utanırlar, şəxsimə yazsınlar ki, ay Kəmalə, 150 say qadan alım, imkanım yoxdur, ona görə göndərə bilmirəm. Mən də ən azından bilim ki, bunlar göndərmirlər. Yoxsa bunlar məni heç belə qozlarına da almırlar, da deyəcəm, da utanmaqdan keçibdir. Vermirsən, səsi çıxart, denən ki, vermirəm. Həm də ki, bir o biri valideynlə. Vermirsiniz, bildirin ki, deyin ki, mən vermirəm. Mən də işimi bilim. İndən sonra elə eləməyəcəm, bilirsən, nə varacam. Heç kim məndən inciməsin. Bu sözü mən burada bugün deyirəm, burada da bağlayıram. Qozunuzu almırsınız ki, mən sizi dünəndən almıram. O qozunu almayan valideynləri bu qrupdan çıxardacağım. Vəssalam. Mənə 10 dənə valideyn bəsdir. Daha bəsdir bura qədər. Mən sizin nazınızla çox oynadım. Sizin dalınıza çox düşdüm. Pul vermədiniz, qapınızdan gəldim, götürdüm. Kart attınız, mən getdim kartdan pul çıxartmağa. Niyə? Hammalınızdan belə pisinizə də gəlməsin. Dədənizə borcum var. Nəyə görə mən kartıma atırsınız? Zəhmət çəkin, alın yoldaşlarınızdan, uşağından göndərin. Bundan sonra siz nətəri mən deyilə. Daha bəsdir, mən sizin dalınca çox düşdüm. Həqiqətən də verirsiniz, verməyin, vermirsiniz də özünüz bilərsiniz. Sadəcə xəbərdarlıq edin ki, mən vermirəm, biz də işimizi bilək. Yığan valideynlərdə 5 manatı 10 manat göndərərdik.